Misirdən Azərbaycana gətirilən kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır. Gəncə Gömrük İdarəsinin yaxınlığında yük maşınlarında gözləyən tonlarla məhsulun xarab olması ciddi narahatlığa çevrilməyə başlayıb. 30 gün yük gətirmişik, kartuşka. Bu kartuşkanı Potunun limanından vurduq. Apayaq Bakıya boşaldıq. Bizə dedilər, gəlin Gəncədə bir gün, 2 günə gömrük olub gedərsiniz. Bu bir gün, 2 gün olubdur, düz bir aydır biz buydaq. Heç ki sahib duymayın, bilmirəm nə mənə edəcəliyəm. Gömrük bu hər maaşından 9.000, 8.000, 200 pul bulaya gərək dolalar tam gömrük ola maaşına. Bunlar pullar yoxdur, ya nə mənə indi qabağa gəlmirlər. Bir aydan belli buradayız. Ne sahip çıkanımız var, ne paramızı veren var, ne malı boşaltan var. Mal sahibinin pulu yokmuş gümrük parası ödemeye ki gümrükte malları bırakalım. Şu anda 70 maşına yakındık ama şu anda 30-31 tane maşınımız kaldı. Uzun müddətdə həllini tapmayan problem tır sürücüləri ilə yanaşı ətraf ərazidə yaşayanlar üçün də ciddi narahatlığa səbəb olub. 30-dan artıq iri tonajlı yük maşınında bir aya yaxındır ki, gözləyən məhsulun böyük bir hissəsi artıq tam yararsız hala düşüb xarab olan məhsuldan ətrafa yayılan üfunət iyi isə dözülməz həddə çatıb. Bu isə ilk növbədə yaxınlıqda yaşayan insanları narahat edir. Qardaş, buradan piyada da keçirik. Maşından da keçir. Allah maşın aynasını bağlayıb keçir. İndi ki, çox bərbad deyib. Bir aydır, bir ay. 29 gün zaten. Bax, buralar bu gündədir. Bazarlara bıraxsınlar da malı satışa. Biz bunu istəyirik. Bəli, bu qox da iyi də çəkilsin. Və gündən bir 7-8 dəfə keçirəm bu yoldan. İyidən mümkündür. Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət etdik. Qurumdan Xəzər xəbərə bildirildi ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir. Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib. Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib. Lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmuyor.